Salam əziz və dəyərli izləyicilər. Hər birinizi salamlayıram. Bugün sizinlə 8.3 mühasibat çotu platformasında, yəni bircədə anbar bölməsindəki qaymə tələbnamə sənədini öyrənirik. Qaymə tələbnamə sənədi anbar bölməsində çox vacib sənədlərdən biridir. Çünki biz öz istifadə etdiyimiz məhsulu, materialı ayın sonu hesabatlarda tam dəqiq görmək istəyiriksə, biz qaymə tələbnamə sənədini mütləq işləməliyik. Bəs yaxşı, qaymə tələbnamə sənədində nələri icra etməliyik ki, biz hesabatlarda, yəni ayın sonu tam müdiriyyətə, rəhbərliyə hesabat verəndə açıq şəkildə verə bilək ki, biz bu məhsuldan bu qədər sayı olaraq və bu məbləğdə istifadə etmişik. Gəlin bu sənədə biraz açıqlama verək. Düşünün ki, bizim müəssisəmiz satış fəaliyyəti ilə məşğuldursa, istər topdan, istər pərakəndə, eyni zamanda da xidmət göstərirsə, yəni bizim həm satışımız var, həm də silinməmiz var, xidmət göstəririk. Məsələn, deyək ki, biz bir inşaat mağazası işlədirik. İnşaat mağazasında topdan və pərakəndə satdığımız mal material var. Eyni zamanda həmin materialdan istifadə edərək təmir və tikinti xidməti də göstəririk. Ayın sonu satışımız okey, bəllidir. Bu kassadan, post terminaldan və yaxud da satış sənədindən bilinəcək ki, biz bu qədər mal satmışıq. Bəs öz istifadə elədiyimiz malları necə bilək? Bax, qaymə tələbnamə sənədi burada dövrəyə girir. Qaymə tələbnamə sənədini icra eləyərkən biz hesabatda, yəni ayın sonu tam, dəqiq verə bilirik ki, biz bu məhsuldan bu qədər, bu məbləğdə və yaxud da bu məhsullardan bu qədər istifadə eləmişik. Gəlin baxaq. Qaymə tələbnamə sənədinə daxil oluram. Əlavə et. Seçirəm şöbəmi. İstənilən şöbəni seçərsiniz. Çünki vacib deyil. İndi sizdə hansı struktur üçün bu sənəd vacibdirsə, onları görürsə, o şöbəni qeyd edin burada. Silinmə hansı ambarda olacaq? Əsas ambarda. Məsul şəxs ya bu sənədi işləyən və yaxud da bu malların çıxışına baxan məsuldar kimdir? Deyək ki, mənə. İş nömrəsi bölməsi nədir? Bəzi müəssisələr var ki, bütün əməliyyatlar sənədləşmə yolu ilə olur. Aktlaşır, nə bilim, əmr qəbul edirlər və s. Bu zaman əgər elə bir real sənədləşmə varsa, o zaman əlavə et düyməsi əmrin və yaxud da aktın nömrəsini yazın. Deyək ki, 008-007. Okey, verirəm. Mən bunu seçib atıram bura. Gəlirəm materiallara. Nomenklatura hissəsindən gedirəm mal materiala. Deyək ki, boyanı silinmə verək. Boya. Baxın, deyir ki, sənin seçdiyin ambarda boya faktiki miqdarı 50 ədəd var. Deyək ki, mən hər günmü, hər aymı, nə qədər istifadə edirsinizsə, günlük bu sənədi açın. Təmir və tikinti xidmətinizə gedəcək materialları bu sənəddə istifadə olunduqca yazın. Deyək ki, mən bugün 15 ədəd boyanı təmir tikinti xidməti üçün istifadə eləmişik. Material hesabımızı eynən burada qeyd eləməlisiniz ki, silinməni elə material hesabından da götürsün. Xərclər hesabında, yəni bu silinmə müəssisənin xərcidir. Deyəcəksiniz ki, biz təmir xidməti göstərdik, onun müqabilində biz xidmət satdıqda pul qazandıq. Axı siz ayın sonu anbarın ücretini verəndə, açot aparanda, inventar eləyəndə orada mallarınız əksiz çıxacaq. Bu əksiyi nizamlamaq üçün siz mütləq qaymə tələbnamə sənədini işləməlisiniz. O zaman sizə göstərəcək ki, proqram sizin özünüzün götürüb xidmət üçün istifadə elədiyiniz məbləğ, dəyər, məhsul bu qədərdir. Amma siz o xidməti göstərib filan məbləğdə pul almışsınız. İndi 731, görürsünüz 7 ilə başlayan hesablar demişdik ki, xərc hesabıdır və biz burada 731, yəni sayr əməliyyat xərcləri hesabını qoyuruq və bu hissədən siz malın dəyəri vahid bəyannamədə 221.4 saylı müxabirləşməni əsas götürürük və sənədimiz artıq hazırdır. Sənədimi bağlayıram və bütün sənədlər kimi sənədimi bağladıqdan sonra, yəni tam sənəd icra olunub. Sənədin üst baxışı, sənədin tarixi, proqram tərəfindən verilmiş unikal nömrəsi, sahə varsa sahə, iş nömrəsini qeyd eləmişik deyə düşüb, hansı ambarda aparılıb və buradan məhsuldar şəxs, son dəyişən. Siz öz username-inizlə girəcəksiniz deyə bircəyə, öz ad soyadınız düşəcək. Seçirəm sənədi, baxıram debet kreditinə. Baxaq, deyir ki, boya əsas ambarda 15 ədəd 120 manat dəyərində silinib. İndi mən gəlirəm hesabatlar bölməsinə, bilmək istəyirəm ki, bir ay ərzində nə qədər malım silinib. Hesablar üzrə dövrəyə balans. Əməliyyatı bugün eləmişəm deyə cari vaxtı qoydum. Yazıram bunu 731.
və tərtib et verirəm. Baxın, malın dəyəri 312 manatlıq malımız silinir və bu dövriyyə balans cədvəlində debetdə, yəni pasiv hesabda göstərir.